Uşaq İnkişaf Akademiyasını yaratmaqda əsas məqsədimiz valideynləri narahat edən mövzular haqqında söhbətlər aparmaqdır. Bugünkü mövzumuz isə uşaqlar bağçaya gedərkən nə üçün xəstələnirlər? Orada onlara yaxşımı baxmırlar? Bağçada xəstə uşaq mı var? Uşaq tez-tez xəstələnir? Bu suallar valideynlər tərəfindən dəfələrlə bizlərə ünvanlanır və mütləq təlimatlandırıcı məqamlara toxunmalıyıq. Uşaqlar bağçaya gedərkən nə üçün xəstələnir? Ona görə xəstələnirlər ki, övladlarınız evdə olarkən tam steril formada və evdə ana, ata, nənə, baba kiçik bir ailə mühitində böyüyürlər və mikroblarla tanış olmurlar və bakteriyalarla tanış olmurlar. Nəzərə alaq ki, məktəbəqədər təhsil müəssisəsində bir qrupda 15-18, bağçada isə 80, 90, 100 uşaq ola bilər. Nəzərə alaq ki, siz övladınızı 80, 90, 100, hətta say etibarıyla daha çox olan bir cəmiyyətə yollayırsınız sosiallaşmağa. Və bu zaman onun xəstələnməyi normaldır. Uşağın tez-tez xəstələnməyi o anlama gəlmir ki, orada uşaqlar xəstədirlər və yaxud da orada xəstə uşaq qəbul edirlər, uşaqlara yaxşı baxmırlar. Çox zaman valideynlərin bizə ünvanlandığı suallar ki, tərli qaldı, dəyişdirmədiniz və yaxud da ki, pəncərə açıq qaldı, soyuqladı. Yuxudan qalxarkən əynini tez dəyişdirmədiniz, ona görə xəstələndi. Əslində səbəb bunlar deyil. Səbəb ondan ibarətdir ki, bağçada nə qədər övladınızı qorumağa çalışsanız da, övladlarınız xəstələnəcək. Nəyə görə? Çünki hər uşaq bir evdən gəlir. Ola bilər ki, həmin uşağın immun sistemi daha güclüdür. Evdə anası, atası və yaxud özündən nisbətən böyük qardaşı, bacısı xəstədir. O mikrob daşıyıcı sayılır və bağçaya gələrkən nisbətən immun sistemi zəif olan uşağı yoluxdura bilər. Və bir məqama toxunmaq istəyirəm ki, xəstəliyin gizli bir dövrü var. Əgər bədəndə hərarət qalxacaqsa, 3 gün öncə həmin infeksiyalar bədəndə olur və heç bir qızdırma yoxdursa, öskürək yoxdursa, gözlə görə biləcək əlamət yoxdursa, biz uşaqları evə göndərə bilmirik. Əgər uşağın immun sistemi zəifdirsə, tez-tez xəstələnəcək və immun sisteminin zəifliyi, uşağın tez-tez xəstələnməsi immun sistemini daha da zəiflədəcək. Eyni zamanda bədəndə vitamin D çatışmamazlığı varsa, uşaqlarda tez-tez xəstələnmə baş verir. Nəzərə alaq ki, əgər bir uşaqda allergik rinit varsa, o digər uşaqlardan 3 dəfə daha çox xəstələnəcəkdir. Mütləq xəstələnmənin səbəbini tapmalıyıq ki, bu uşaq nə üçün xəstələnir? 2 yaşlı bir uşağın xəstələnməyi normaldır. Valideynlərlə təlimatlandırıcı söhbətlər apardıqda qeyd edirik ki, bu dövr keçicidir. Müəyyən müddətdən sonra əgər düzgün yanaşma olarsa və immun sistemləri möhkəmlənmiş olur. Bəs immun sistemi hansı bir dövr ərzində möhkəmlənir? Normalda bağçalarda biz 1 il deyirik. 1 il müddətində uşağın xəstələnməyi normaldır. Əgər övladınız tez-tez xəstələnirsə, mütləq pediatrlara müraciət edin, çünki hökmən bir səbəblər vardır. Qeyd etdiyimiz kimi vitamin D çatışmamazlığı olarsa, qanda dəmirin səviyyəsi aşağı olarsa, əgər övladınızda tez-tez xəstələnmə baş verirsə, bunu normal qarşılamanızı xahiş edirik, çünki xəstələnmələri normaldır. Hətta Fransalı bir pediatr Azərbaycanda konfransda olarkən qeyd etmişdi ki, Azərbaycan anaları xəstələnməyə qarşı həssasdırlar. Əslində kiçik uşağın ilkin dövrlərdə xəstələnməyi normaldır. Çünki o immun sistemi qazanmış olur özünə və bu immun sistemini düzgün qazanmalıdır. Açıq havada zaman keçirməliyik, vitamin kompleksləri qəbul etməliyik. Əgər vitamin çatışmamazlığı varsa orqanizmdə. Ən çox xəstələnməni biz nə vaxt müşahidə edirik? Vitamin D çatışmamazlığında dəmirin miqdarının qanda aşağı səviyyədə olmağından. Allergik rinit uşaqların valideynlərinə tövsiyələrimiz ondan ibarət olur ki, zamanla, səbirlə, təmkinlə gözləməliyik. Çünki o uşaqlar 4 dəfə artıq xəstələnəcəklər. Amma diaqnozu qoymalıyıq mütləq və pediatrlara müraciət etməliyik. Bəzən valideynlər evdə özləri təbii şəkildə müalicələr aparırlar və bu düzgün yanaşma deyil. Çünki diaqnozu pediatr qoymalıdır və düzgün yönləndirilməlidir. Antibiotiklardan həddindən artıq istifadə uşaqların immun sistemini aşağı salır. Hətta valideynlərlə söhbət apararkən onları düzgün qaydada müalicə
etməyi məsləhət görürük. Çünki bu çox önəmlidir. Hörmətli valideynlər, sonda onu demək istəyirəm ki, hər dəfə bunu qeyd edirik. Xəstələnmə də, uşaqların xəstələnməsi də müəyyən dövr ərzində baş verəcək. Səbrlə, təmkinlə düzgün diaqnoz və düzgün əgər yöndə gedəriksə, əlbəttə ki, gözəl nəticələri olacaq. Amma bəzən müxtəlif pediatrlar var ki, uşağı bağçaya göndərmə və yaxud qış aylarında uşaqları bağçaya göndərmirlər ki, biraz hava isinənə yaxın göndərərik ki, uşaqlar onda az xəstələnirlər. Əslində bu yanlış bir düşüncədir. Çünki siz bağçada qış aylarında bağçaya getməyə bilərsiniz. Bu normaldır. Lakin məktəbdə bəs nə edəcəyik? Eyni zamanda valideynlərə bəzən məsləhət görürük ki, uşaqlarınız əgər kiçik yaşlarındadırsa, yay aylarında bağçaya davam etməklərini məsləhət görürük. Çünki onlar təhsil dəyişkənliyini hissəli şəkildə görürlər. Qış aylarında əgər uşaq bağçaya gedərsə, əlbəttə ki, tez-tez xəstələnir. Bəzən valideynlərin narazıçılığı ilə üzləşirik ki, uşaq nə üçün tez-tez xəstələndi? Adi səhər saatlarında havaya belə çıxmaq, soyuq hava şəraitində uşağın immun sisteminə mənfi təsir göstərə bilər.